Müxtəlif ölkələrdən gələn qonaqlar paytaxtın görməli, gəzməli yerlərinə ziyarət edirlər və milli mətbəximizlə yaxından tanış olurlar. Çox ölkələrdə olmuşuq. Bizi bura cəlb edən daha çox təmiz və səliqəli şəhər olmasıdır. Təmiz və sakit küçələri var Bakının. Mənim Bakı çox xoşuma gəldi. İnsanları mehriban və qonaqpərvərdir. Hətta kiməsə yaxınlaşanda insana gülər üzlə cavab verir, çox xoş sözlər deyirlər. Mən çox yerdə olmuşam, amma Bakıya bir də gəlmək istərdim. Milli mətbəxə söz ola bilməz, əladır. Biz artıq bir neçə gündə Azərbaycandayıq. Bakı təhlükəsiz, rahat şəhərdir. Qədim abidələri çox fərqli və maraqlıdır. Mən artıq 7 gündür Bakıdayım. Çox yerləri gəzmişəm. Qız Qalası, Şirvanşahlar Sarayında oldum. Tarixi yerlərdə düşünürəm ki, turistlərin gəzməsi üçün ən maraqlı məkanlardan biri içəri şəhərdir. İnsanlar o qədər səmimi və mehribandır ki, buradan ayrılmaq istəmirsən. Gələn il mütləq yenə gələcəm Azərbaycana. Desələr ki, Bakı ən çox